Herkese salam, kanalıma hoş geldiniz. Siz 5 aprel 2026-cı ildə keçirilən buraxılış imtahanı suallarının cavablarını kanalımda Shorts bölməsində imtahandan dərhal sonra izləmisiniz. İndi isə sualların izahına baxaq. 5-ci suala baxırıq. Dear travelers, əziz səyahətçilər, please remember to arrive at the airport at least 2 hours before your flight. Zəhmət olmasa uçuşa 2 saatdan, yəni 2 saatdan qabaq aeroporta gəlin. Yəni aeroportda olun. Make sure you have your passports and tickets with you. Əmin olun ki, pasportunuz və biletiniz sizinlədir. Pack your luggage carefully and read the basic rules about what you can bring. Deməli, yükünüzü ehtiyatla yığın və nə gətirəcəyiniz haqqında əsas qaydaları oxuyun. Don't forget to bring some food and water for your trip. Səyahətiniz üçün biraz yemək və su götürməyi unutmayın. Have a safe and enjoyable journey. Təhlükəsiz və əyləncəli səyahət edin. Best regards, hörmətlə, Travel Agency, Bravo. Səyahət agentliyi, Bravo. A bəndinə baxırıq. Passengers will be provided with food and water by the agency. Yəni, sərnişinlər agentlik tərəfindən yemək və su ilə təmin olunacaqlar. Xeyr, təmin olunmayacaqlar, özləri gətirməlidirlər, A səhvdir. B. Travel agency will prepare new rules about taking something to the flight. Səyahət agentliyi uçuşa nəsə aparmaq haqqında yeni qaydalar hazırlayacaq. Bu barədə heç söhbət yox idi. C bəndi. Passengers should be at the airport only an hour before the flight. Sərnişinlər yalnız uçuşdan 1 saat əvvəl aeroportda olmalıdırlar. Xeyr, bu da səhvdir. 2 saat əvvəl olmalıdırlar. C variantı səhvdir. D-yə baxırıq. Agency asks passengers not to forget taking their passports and ticket. Agentlik sərnişinlərdən xahiş edir ki, pasport və biletlərini yaddan çıxartmasınlar. Bu doğrudur. Gəlin baxaq. Eyni cümlə görürsünüz, burada da var. Yəni, make sure əmin olun ki, deyir pasport və biletinizi götürmüsünüz. E bəndinə baxırıq. Buna görə cavab D-dir. Y bəndində deyir, travelers are not allowed to take luggage with them. Səyahətçilərə özləri ilə yük götürməyə icazə verilmir. Xeyr, icazə verilir, çünki onlara deyilir ki, pack your luggage carefully. Yəni, ehtiyatla yükünüzü yığın. Demək ki, icazə verilir. Növbəti suala keçirik. 6-cı sual. Dear teachers, əziz müəllimlər, there will be a picnic this Saturday at 12 p.m. for the teachers of the school in the park. Deməli, bu şənbə günü günorta saat 12-də müəllimlər üçün, məktəbin müəllimləri üçün parkda piknik olacaq. If family members want to join the picnic, they should pay half the price of the bus journey. Əgər ailə üzvləri də pikniyə qoşulmaq istəyirlərsə, onlar avtobus səyahətinin yarı qiymətini ödəməlidirlər. Everyone should bring their lunch. Hər kəs öz qalyanaltısını gətirməlidir. Come and have fun together. Gəlin və bir yerdə əylənin. Sincerely Teachers Club. Səmimi qəlbdən müəllimlər klubu. A bəndinə baxırıq. Teachers will go to the picnic organized for them next weekend. Müəllimlər gələn həftə sonu onlar üçün təşkil olunmuş piknikə gedəcəklər. Yanlışdır, gələn həftə sonu yox. Bu həftə sonudur. A bəndi səhvdir. B-yə baxırıq. Picnic will be held early in the morning at the weekend. Piknik həftə sonu səhər tezdən keçiriləcək. Xeyr, günorta saat 12-dədir. B səhvdir. C-yə baxırıq. Family members are not allowed to bring lunch for the picnic. Ailə üzvlərinə pikniyə yemək gətirməyə icazə verilmir. Bu da yanlışdır. Çünki hər kəs deyir ki, yemək gətirməlidir, qəlyanaltı gətirməlidir. Ona görə C səhvdir. Everyone attending picnic should pay half the price of the journey. Hər kəs deyir, səyahətin yarı qiymətini ödəməlidir. Burada da hər kəs sözü yanlışdır. Yalnız ailə üzvləri ödəməlidir. Y bəndinə baxırıq. Teachers should take their lunch with them to the picnic. Müəllimlər öz qəlyanaltılarını özləri ilə piknikə aparmalıdırlar. Bu doğru variantdır. Çünki burada deyirdi ki, hər kəs özü ilə qəlyanaltısını gətirsin. Deməli, doğru cavabımız Y bəndi. 7-ci suala baxırıq. Dear Kathleen, əziz Kathleen, I'm inviting you to my birthday party at my cousin's house this Friday. Mən səni bu cümə günü
Kuzenimin evində ad günü şənliyimə dəvət edirəm. Let me explain to you how to get there. İcazə ver mən ora necə gedəcəyini sənə izah edim. If you take your car, drive directly on Forest Road, then drive past Brownsville and take exit 13A. Deməli, birbaşa Forest Road ilə sür, sonra Brownsville-dən keç və 13A çıxışına get. Drive down the road there and turn left. Deməli, yol ilə aşağıya doğru sür və sola dön. It is the first big house on the right. O, deməli, sağ tərəfdə ilk böyük evdir. See you there. Orada görüşərik. Love, Mary. Sevgi ilə Mary. A bəndinə baxaq. Caitlin sends Mary the home address of her cousin. Caitlin Mary'yə öz kuzeninin ev adresini göndərir. Xeyr, yanlışdır. Caitlin göndərmir. Məktubu yazan Mary'dir. Mesajı yazan, yəni ona görə də Mary öz kuzeninin adresini Caitlinə göndərir. A səhvdir. B-yə baxırıq. Mary asked Caitlin to come to her birthday party by her cousin's car. Xeyr. Yəni Mary Caitlindən kuzeninin maşında ad gününə gəlməyi xahiş eləmir. C-yə baxırıq. Mary invites Caitlin to her birthday, which will be next Friday. Bir Mary Caitlini növbəti cümə günü olan ad gününə olacaq ad gününə dəvət edir. Burada isə növbəti cümə yox. Bu cümədir, ona görə səhvdir. D bəndi. Mary described the way to her cousin's house to Caitlin. Mary deməli Caitlinə kuzeninin evinə gedəcək yolu təsvir edir. Bu doğrudur. Yolu deyir. E bəndi. The house of Mary's cousin is the last big house on the left. Deməli Mary'nin kuzeninin evi sol tərəfdən sonuncu böyük binadır. Sol tərəfdən yox, sağ tərəfdəndir və sonuncu yox, birinci böyük binadır. Y bəndi səhvdir, cavab D. İndi isə gəlin mətni oxuyaq. Mətnlə tanış olaq. Kano Crystals is a unique and colorful river. Burada river silinib. River in Colombia, South America. Deməli, Kano Crystals, Cənubi Amerikanın Kolumbiya bölgəsində yerləşən unikal və rəngarəng bir çaydır. There are a lot of mountains and lakes around the river. Orada çayın ətrafında çoxlu dağlar və göllər var. Kano Crystals is popular for its different colors, so the river is often called the river of five colors or liquid rainbow. Deməli, Kano kristal müxtəlif rəngləri ilə məşhurdur. Buna görə də çaya tez-tez 5 rəngli çay və ya mayi göy qurşağı deyirlər, adlandırırlar. It includes various colors like red, black, blue, green and yellow. Ora müxtəlif rənglər daxildir. Qırmızı, qara, mavi, yaşıl və sarı kimi. Its red color comes from a red plant growing under the river. Onun qırmızı rəngi çayın altında yetişən qırmızı bitkidən gəlir. This color changes depending on sunlight. Bu rəng günəş işığına asılı olaraq dəyişir. Other colors come from black stones, green plants, blue water and yellow sand. Digər rənglər isə qara daşlardan, yaşıl bitkilərdən, mavi sudan və sarı torpaqdan gəlir. To protect Kano crystal from pollution and damage, not everyone can enter the area. Kano kristalisini deməli çirklənmədən və zərərdən qorumaq üçün heç də hər kəs həmin əraziyə daxil ola bilməz. Tourists need a document from government allowing them to enter the area. Turistlər deməli həmin sahəyə daxil olmaq üçün hökumətdən icazə sənədi almalıdırlar. Tourists can only visit Kano Crystal with a guide. Turistlər Kano kristalını, yəni çayı, bələdçi ilə səfər edə bilərlər. Yalnız bələdçiyə gedə bilərlər. They can book a tour to Kano Crystals and enjoy this wonder of the nature. Onlar Kano Crystal isə tur sifariş edə və təbiətin bu möcüzəsindən zövq ala bilərlər. But going to the river is not so easy. Lakin çaya getmək çox da asan deyil. Visitors should first use a helicopter, then a boat, and then they should go on foot. Səfər edənlər, yəni ziyarətçilər birinci helikopterdən istifadə etməlidirlər, sonra qayıq, sonra isə piyada getməlidirlər.
İndi isə gəlin suallara baxaq. 8-ci sual. Choose the correct option to complete the sentence according to the passage. Mətni tamamlamaq üçün düzgün variantı seçin. Tourists avoid using a boat because of its danger-dir. Turistlər qayıqla getmək, qayıqdan istifadə etməkdən çəkinirlər, çünki o təhlükəlidir. Bu səhvdir, çünki qayıqla gedirlər. B-yə baxırıq. Tourists can visit the place without the help of the guide. Turistlər həmin bu yerə bələdçinin köməyi olmadan da gedə bilərlər. Xeyr, turistlər ora bələdçi ilə mütləq getməlidirlər. C bəndi. Tourists damage the environment if they travel with a tour. Turistlər əgər turla getsələr, ətraf mühitə ziyan verirlər. Bu da yanlışdır. D variantına baxırıq. Tourists can visit the river by getting a special document. Yəni, turistlər həmin bu yerə xüsusi sənəd əldə edərək gedə bilərlər. Bu doğrudur. Cavab D-dir. Y bəndinə baxırıq. Tourists are allowed to throw things in the area of the river. Turistlərə yəni icazə verilir ki, çayın ərazisində yerə əşyalarını atsınlar. Bu yanlışdır. 9-cu suala baxırıq. What makes Kano Crystal famous? Yəni, Kano kristalı məşhur eləyən nədir? A number of lakes near the river. Çayın yaxınlığındakı çoxlu göllər. The name of the river. Çayın adı. Different colors in the river. Yəni, çaydakı müxtəlif rənglər. The route to Kano Crystal. Yəni, Kano Crystal'a gedən yol. The number of guides coming to the area. Deməli, bələdçilərin, həmin əraziyə gələn bələdçilərin sayı. Bu sualın cavabı mətnimizin içində var. Gəlin baxaq. Baxın, burada yazılıb. Kano crystals is popular for its different colors. Deməli, nəyinə görə? Müxtəlif rəngli olmağına görə məşhurdur. Yəni, cavabımız C. Different colors in the river. 9C. 10-cu suala baxaq. Deyir, səhv cümləni tap. Yəni, mətnə görə səhv olanı. A bəndi. Travelers need to go to the river on foot as well. Səyahətçilər çaya həm də piyada gedə bilərlər. Bu doğrudur. Ona görə bizə bu lazım deyil. Səhv olanı axtarırıq. The plants growing on the Kano crystal give it a red color. Yəni, həmin çayda yetişən bitki ona qırmızı rəng verir. Bu barədə də var idi. Yanlışdır. Yanlış deyil. Yəni, bizə lazım deyil. Biz yanlış axtarırıq. C bəndi. Black stone and yellow sand don't affect the color of the river. Qara daşlar və sarı torpaq deyir, çayın rənginə təsir edir. Bax, yanlış olan budur, çünki təsir edir. Deməli, bizə lazım olan cavab budur. D-də deyir, it's difficult to go to the river for the visitors. Qonaqlar üçün, yəni səfər edənlər üçün çaya getmək çətindir. Bu doğrudur. Y bəndi, Kano crystal is protected from pollution and damage. Kano crystal çirklənmədən və zədədən, ziyandan qorunur. Bu da doğrudur. Hökumət nəzarət edir. 11-ci suala baxırıq. Mətn əsasən nə haqqındadır? What is the passage mainly about? Mountains around Kano crystals. Yəni, Kano crystal ətrafındakı dağlar. Xeyr. A red plant growing under the river. Çayın altında yetişən qırmızı bitki haqqında deyil. Booking a tour to Kano crystals. Yəni, Kano crystal üçün tur sifariş vermək haqqında deyil. Different lakes in Colombia. Kolumbiyadakı müxtəlif göllər haqqında deyil. A unique river in Colombia. Kolumbiyadakı qeyri-adi çay haqqındadır. Yəni, cavabımız E bəndi. 12-ci suala baxırıq. Which statement are true according to the passage? Hansı mətnə görə doğrudur? 1. Only a guide can book a tour to Kano crystals. Yalnız deyir, bələdçi Kano crystala tur sifariş verə bilər. Xeyr, bunu turistlər özləri sifariş verir. 2. The sun affects the color of the river. Günəş çayın rənginə təsir edir. Doğrudur. 3. The location of the river includes mountains as well. Həmin çayın deməli, məkanına dağlarda daxildir. Bu da doğrudur. Orada dağlar da var. Helicopter is the last vehicle to use when you visit the river. Helikopter deyir, sonuncu nəqliyyatdır çaya getmək üçün. Bu isə yanlışdır. Baxın, burada yazılmışdı ki, helikopter birinci nəqliyyatdır. Ona görə cavabımız 2, 3. 13-cü suala baxaq. İsmin yərik halını soruşur. I left my dog at Diana's. At Diana's, yəni Diana gildə.
Bu doğru variantdır. 2-yə baxırıq. My neighbor's door is painted in green. Qonşumun qapısı yaşıl rənglənib. Qonşumun qapısı. Bu doğrudur. Xəbərlərdə uzlaşıb. 2 doğrudur. 3-ə baxırıq. These little boys. Boys cəmdədirsə, deməli this burada cəmdə olmalı idi. Sonra 4-ə baxırıq. Men's deyə bir şey yoxdur. Cəmdə olacaqsa men apostrof s olur. Təkdə olacaqsa yenə mən apostrof s olur. Yəni kökündən dəyişən, cəmdə kökündən dəyişən isimlər təkdə də cəmdə də apostrof s ilə düzəlir. 14-ə baxırıq. Əvvəlcə variantlara baxaq. Naize norlar işlənir. Was and-lə işlənir. Aize orla. Naize bayaq dedik ki, norla. Deməli, bütün variantlar səhvdir, yalnız C variantı doğrudur. Neither Michelle nor her friends took part in the competition. Nə Michelle, nə də onun dostları yarışmada iştirak etdilər. 15-ci suala baxaq. Passive voice axtarırıq, məchul növ. I organized a birthday party last month. Lastdan da bilirik keçmişdədir. Organize sözünün sonundakı id-dən də bilirik. Passive voice bilirik ki, to be formaları və üstəgəl feil sifət 2 ilə düzəlir. Deməli, baxaq. A bəndində was organized, A bəndi doğrudur. Bir də bilməliyik ki, tamamlıq cümlənin əvvəlində gəlir. Yəni, I başlamayacaq A ilə, birthday party sözü ilə başlayacaq. C variantında indiki zaman verib bizə lazım deyil. Y bəndində ümumiyyətlə to be yoxdur. Bu da bizə lazım deyil. 16-cı suala baxırıq. I was and happy during the flight because my seat was a window seat. Deməli, mən xoşbəxt idim uçuş zamanı, çünki mənim oturacağım pəncərə oturacağı idi, yəni pəncərənin yanındaydı. Əgər xoşbəxt idim deyirsə, deməli, müsbət mənada bir yaxşı söz axtarmalıyıq. Angry, hirsli, useless, faydasız, bored, darıxmaq, darıxdırıcı, upset, bikef, lucky, uğurlu. Deməli, cavabımız Y bəndi. 17-ci suala baxırıq. Disturb, narahat etmək, notice, görmək, diqqət yetirmək, attend, iştirak etmək. Deməli, disturb sözünə, A bəndinə baxaq. To see or pay attention to somebody or something. Kiməsə və ya nəyəsə görmək və yaxud da diqqət yetirmək. Deməli, bu olacaq 2-yə gedəcək. To be present at an event. Bir hadisədə iştirak eləmək. Bu da olacaq 3-ə gedəcək. B bəndi. C də 1-ə gedəcək. To stop somebody doing something. Yəni, bir adamı bir şey eləməkdən dayandırmaq, düşünməkdən, işləməkdən və ya yatmaqdan. Yəni, narahat eləmək. C, A, B cavabımız B bəndi. 18-ə baxırıq. Choose the words with close meaning. Yaxın mənalı sözü tapın. Yaxın mənalı, yəni sinonim. A bəndinə baxaq. Tired, yorğun, exhausted, o da tükənmiş, yorğun. A bəndi doğrudur. Sinonimdir. C-yə baxırıq. To repair, təmir etmək, destroy, dağıtmaq. Strange, qəribə, ordinary, adi. Spoil, korlamaq, clear, təmizləmək. Tell demək, count, saymaq. Deməli, bunların heç biri getmir. 19-a baxaq. You will enter the university if you hard. Deməli, əgər var if. If olan cümlələrdə birinci tərəf will olarsa, ikinci tərəf simple present zaman forması olacaq. Ona görə də simple present zaman forması yalnız burada A bəndidir. 19 A variantı. 20-ci suala baxırıq. The box of pencil. Of-la olan ifadələrdə xəbər of-dan əvvəlki isimlə uzlaşır. Box təkdədir. Deməli, to be-nin tək forması was, bir də is olacaq. 2-3 cavabımız B variantı. 21-ci suala baxaq. The shop which is the house is closed the weekend. Weekend sözü biz bilirik ki, ətlə işlənir. At the weekend. İkinci tərəfdə at olmayanları çıxardırıq. 2 dənə qaldı. Between iki isim, yəni iki əşya, iki yer arasında. Deməkdir, burada birindən söhbət gedir. Ona görə A bəndi getmir. Cavab B. The shop which is next to the house is closed at the weekend. Yəni, evin yanındakı dükan həftə sonları bağlıdır. 22-yə baxırıq. This is one of eldest. Est görürük. Sifətin üstünlük dərəcəsidir. Sifətin üstünlük dərəcəsi Z artiklı ilə düzəlir. Z artiklı A-da birinci hissədə yoxdur, B-də yoxdur, Y-də yoxdur, C-də yoxdur. Deməli, cavabımız D bəndi. This is one of the oldest towers in the city. Bu şəhərdə ən köhnə qaladır, qədim qaladır. 23-ə baxırıq, qaydalı feilləri soruşur. Qaydalı feillər sonu idi və yaxud da
D ilə bitən feillərdir. Hər cərgədə, yəni hər sırada bir dənə əgər qaydasız feil varsa, artıq o variantı çıxardırıq. Məsələn, build çıxdı, forgot çıxdı, dig, dug, grew çıxdı, send çıxdı, left, yəni bunlar hamısı çıxır. Y bəndi doğru variantdır. Y bəndində olan sözlər id ilə və yaxud da d ilə düzəlir. 24-də baxırıq. Match the words to the definition. Crowded. Dolu deməkdir, yəni ağzına kimi dolu. Mild yumuşaq, ordinary adi. Baxırıq, not unusual or different in any way. Yəni, adi olmayan, qeyri-adi olmayan, yəni adi, fərqli olmayan yəni. 3, ordinary, adi deməkdir, ona görə 3A. Having a lot of people, çoxlu insanlar olmaq, malik olmaq. B, crowded, 1B. Not strong, güclü olmayan. C, 2C. B, C, A cavabımız B bəndi. 25-ə baxırıq. Did they get these unusual paintings from? Fromla işlənənlər. Where from? Hardan? Deməli, onlar bu qeyri-adi rəsmləri hardan alıb? Kimdən alıb? Yəni, when və why bu fromdan getmir. Bu qədər, əziz izləyicilər. Növbəti videolarla tanış olmaq üçün, izləmək üçün kanalıma abunə olmağı, like atmağı unutmayın. Sağ olun, salamat qalın.